Salam aleykum dostlar. Sevgi şeirləri yazırıq, sözlərdən təsirlənirik. Amma mənim də təsirləndiyim bir sevgi şeiri var, hansı ki Allah Vüqar Biləcəriyə rəhmət eləsin. Çox gözəl bir şeirdir. Yəqin ki mənim kimi onu sevənlərindən bu şeiri əzbər bilənlər də var. Bilməyənlər üçün də səsləndirim. Könlünüz xoş olsun. Bədbəxtdir o aşiq ki könül sirdaşı getdi. Ömrün nədir mənası, ömür yoldaşı getdi. Aşıqla yarın yolları ayrıldığı gündən zənn elə qopub bəxt özündən qaçı getdi. Yar saldı gözündən məni bir surətə düşdüm. Kim saldı nəzər axdı gözündən yaşı getdi. Bir dosta dedim gəl sinəmin yarələrin say. Üçdən birini hesablamamış yaddaşı getdi. Zalım elə baxdı ürəyim titrədi tir-tir. Min para vurub qəlbimə xəncər qaşı getdi. Sevda çölünü gəzməyə çıxdıq neçə aşiq. Məcnun idi ən başda gedənimiz, başı getdi. Kim bilməsə sağlıqda nədir zövqü məhəbbət. Öldükdə deyərlər naşı gəldi, naşı getdi. Cəhd elə Vüqar, ömrünü mənalı keçir ki, iz qoydu desinlər, deməsinlər yaşı getdi. İz qoydu desinlər, deməsinlər yaşı getdi. Allah sənə rəhmət eləsin böyük şair.